Değerli sumqayıqlar, sizə hər zaman qeyd edirəm ki, orijinal məhsullar onu qoyduq bir kənara. Amma əsas görülən də keyfiyyətli işdir. Keyfiyyətli işi də bizdə Natiq usta görür, yaxınlaşaq. Mən qeyd edirəm ki, bu ustaların işinə də, yəni tam arxayınam, keyfiyyətinə, görəcəyi işə, o zəmanət deyirik, bu zəmanət. Bax, Natiq ustamız Express Oil Center'in baş ustasıdır. Natiq usta, bu avtomobildə hansı işlər gördünüz? Ona qısa məlumat verin. Sürətlər qutusunun yağı dəyişdi, Karafkan yağı. Megvin Alman istehsal olan yağından istifadə etdik. O birisi avtomobilimizdə isə 1.4 turbo mühərrikdir, Chevrolet Cruze modelidir. Texos 1 G3 standartında zig yağından istifadə elədik. Daha doğrusu istifadə eləyəcəyik. Xeyirli olsun. Yəni Natiq ustanı siz özünüz də yadda saxlayın. Həqiqətən də çox keyfiyyətli ustadır. Yəni işinə də, görəcəyi işə də zəmanətini də verir. Digər boksumuza yaxınlaşaq. Həmin boksda da bizim sürətlər kursu dəyişən, filtrlə dəyişən, yəni Kamil ustamız var. Kamil usta da Kia Ceraton'un sürətlər kursunu filtrlə dəyişməyə həyata keçir. Artıq yığım prosesi başlayıb. Usta, bu avtomobildə hansı işlər görüldü? Tam ətraflı bir dənə. Avtomobildə gecikmə halları var idi, yüngülvari. Avtomobildə sürətlər kutusunun filtri endirildi, dəyişirildi. İçində tacın boltlarına baxış keçirildi, friksiyonlarına baxış keçirildi. Heç nə problem çıxmadı. İndi isə yığılıb, müştərimizə tam zəmanətli şəkildə təhvil veriləcəkdir. Bu digər boksda o da yadımdan çıxmışdı. Bu digər boksumuzda da sürətlər kursu yağı dəyişilir. Orada da İbrahim ustamız var. İbrahim usta da Nissan avtomobilində, Sani avtomobilində, bu avtomobildə də sürətlər kursunun yağını dəyişirik. Variator, korobkadır qeyd edim, bu avtomobildə də dəyişib, ən yüksək səviyyədə təhvil veriləcək. Kim də gəlirsə, avtomobil üçün Sumqayıtda qalanlar yaxınlaşıb ən yüksək səviyyədə xidmətlərimizdən istifadə edə bilər. Sağ olun, təşəkkürlər.